Salam, hər vaxtınız xeyir olsun. Bugün bizim çox maraqlı bir mövzumuz var. Hansı ki, hər zaman öz aktuallığını qoruyur. Bullying haqqında danışacağıq əslində. Ümumiyyətlə, bullyingin görünməyən üzü tərəfindən, hansı ki, bullyingin görünməyən üzü tərəfindən, təbii ki, bəzən biz ümumiyyətlə bullyingin bütün dərinliklərinə gedəcəyik. Son zamanlar bullying haqqında çox fərqli bir paylaşımlar var, müzakirələr var, deyimlər var. Və bu deyimlər mən artıq məni düşündürür ki, bəzi məsələlər bullying prosesi ilə bəzi məsələlər mütləq qarışdırılır. Yəni hər şeyə, hər xoşumuz gəlməyən davranışa və s. və qeyd olunur ki, yəni bu hər hansı bir fərd tərəfindən tətbiq olunursa, o zaman qeyd olunur ki, bəli, bu bullyingdir. Əslində, biz bullyingin əslində nə olduğunu bugün demək ki, baxacağıq. Valideyni dəvət edirəm. Ümid edirəm ki, qısa müddətdə dəvətimi qəbul edəcək. Ümumiyyətlə, bullyingə məruz qalan uşaqlar çox gözəl. Salam Günəş xanım, necəsiniz? Salam, yaxşı, sağ olun, necəsiniz? Təşəkkür edirəm, yaxşıyam. Siz gəlməzdən öncə yəni 1-2 dəqiqə sürür əslində mən göndərəndə sizin qəbulunu eləyən vaxtı bullying haqqında biraz danışmağa başlamışdım. Ümid edirəm işləriniz qaydasındadır, həftəniz yaxşı keçir. Əslində mən düşünürəm ki, çox gözəl bir mövzu seçmişik Günəş xanım. Bu son dönəmlər bu mövzuda o qədər bir həm dedikodu disiplinə deyim, həm müəyyən bir keyflər yaşanır. Bir neçə gün öncə belə bir rəfiqəmlə demək ki, bu haqqda müzakirə edəndə əslində mən görürəm ki, bəzi insanlar, bəzi valideynlər bullyinglə hər müəyyən bir məsələlər var ki, inciklikdir, fərdlər arasında, uşaqlar arasında və s. və qeyd edilir ki, həmən mövzuda bullyingə məruz qalır. Əslində biz görəcəyik ki, bullying nədir, nə deyil. İcazənizlə mən qısa bir məlumat keçmək istəyirəm ki, bullying hadisəsində bir fərdin digər bir fərdə, məktəb fərdlərə, bir toplumun bir fərdə də ola bilər, qəsdən, yəni bilinçli formada, qəsdi formada təkrarlanan və onun zəifliyindən istifadə edərək həyata keçirdiyi, onu incitmək, qorxutmaq, hətta qorxu gəlmək, təhdid etmək, şantaj eləmək, yəni su istifadə eləmək, yəni bu kimi düşünən, yəni həm fiziki zora gəlib döymək, qorxutmaqdan əlavə, eyni zamanda altında qalan psixoloji da olan təhdid etmək kimi davranışlar var. Bəzən təəssüflər olsun ki, müəyyən şeyləri biz görmək istəyəndə düşünürük ki, fiziki şiddət əgər fonundadırsa bu görünəndir. Amma digərləri təhdidli, şantajdır və görünür və görünmək istəmir. Bu məktəblərdə də biz görürük ki, çoxu belə görünmək istəmir. Və qeyd edirlər ki, olur uşaqdılar, ola bilər. Ancaq bəzi məsələlər var ki, biz hər zaman valideynlərlə danışanda deyirik ki, müəyyən bir hadisələr var ki, bəzi məsələ uşaqlar arasında həll olunmalıdır. Amma bullyingin adı keçdiyi yerdə artıq burada yetkin şəxslər valideynlər mütləq şəkildə ortaya keçməlidir. Çünki orada artıq fərdin özü, bullyingə məruz qalan fərdin özü tək olmadığını hiss edir. Yəni, hiss etməlidir. Hiss etmədiyi halda bullyingin məruz qalma müddəti daha da uzanacaqdır. Yəni, göründüyü halda, hiss olunduğu halda mütləq şəkildə. Və biz ona görə hər zaman deyik ki, valideynlə təhsil ocağı hər zaman vəhdətdə qalmalıdır. Bu haqda siz nə düşünürsünüz? Yəni, siz bullying haqqında nələr düşünürsünüz? Təcrübənizdə yaşanıb mı? Bullying həm də bilirsiniz nədir? Onun nəticəsində bir şəxsin şəxsiyyəti alçaldılır. Yəni ki, məsəl üçün, bu fiziki zorakılıqdırsa, fiziki zorakılıqda şəxsiyyət alçaldılmaqla bərabər həm də eyni zamanda fiziki bir ziyan verir, səhhətinə və s. Emosional, psixoloji zorakılıqdırsa, burada artıq fərqli məsələlər gəlir. Daha qalıcı və o bəzən heç görünməyən, ilkin sizin dediyiniz kimi, ilkin mərhələsində görünməyən bir
mərhələdə olur, görünmür. Üzə də çıxanda artıq gecikir. Valideyn də gecikir, uşaq da gecikir və uşağı itirərək cəmiyyət də gecikir. Çünki bəzən biz bullyinqa məruz qalmış uşaqları cəmiyyət itirir. Bir fərd kimi, bir şəxs kimi itirir. Bununla tarixdə çoxlu sayda nümunələr var. Ya itirirlər və ya qazanırlarsa da belə tamam fərqli üzlə qazanırlar. Daha aqressiv olurlar insanlara qarşı, cəmiyyətə qarşı. Çünki hər zaman belə deyək də alçaldılmağa məruz qalırlar. Onu ilə üzləşirlər, özlərinə qapanırlar və kənara dururlar. Yəni bu məsələ o qədər həssas məsələdir ki, bəzi insan bundan çox danışanda fikirləşirlər ki, nəyisə müdafiə eləməyə çalışır və yaxud hansısa hərəkətə don geyindirməyə çalışır və yaxud demagogluq eləyir. Halbuki demagogluq heç də bir söz deyil. Demokratiyanın müdafiəçisi deməkdir. Heç də bir söz deyil, amma yəni bu cür belə yanlış anlaşılan, yanlış etiketlənən bir məsələlərdir. Bəzən isə biz aşırı həssas oluruq. Sizin dediyiniz kimi hər şeyi ona bağlayırıq. Yəni elə məsələlər var ki, bu adi qəbul edilə bilən məsələlər var, amma heç bir vəclə qəbul edilməyən məsələlər var ki, baxın orada o sərhəddi görmək lazımdır. Çox vaxt bizi bunu demir. Həqiqətən də. Çünki bəzən bizim bəzi uşaq yetişdirmə stilimizdə, ənənəvi stildə söhbət gedir ki, bəzən susmağı, görməsən gəlməyi, cavab verməməyi və yaxud da ki, yəni keçib getməyi, bununla bəzi deyimlər var, o deyimlər də qeyd olunur və s. Və yaxud da bunun tam əksi var, xülasədə, sənin buranın bir yet vur, yəni bu şəkildə. Bəzən də indi mən bəzi кейslər var ki, görürəm ki, əlatsızlıqdan artıq məktəbi müəyyən halqaların həmin öz vəzifəsi yerinə yetirməməyə ucbatından qeyd edilir ki, valideynlər artıq bu qeydi yəni uşaqlara etmək məcburiyyətinə qalırlar. Çünki başqa çıxış yolları yoxdur əslində. Təəssüflər olsun ki. Ümumiyyətlə, bullyingdə bullyingi edən şəxsin özüdür. Bizim əgər hər incəliyimiz sahə deyil, burada yenə də dedik, 3 nüans nəticəsi olmalıdır. 3 nüanslardan nədir bullying hadisəsində? İlki olaraq da qəsdən olması. Yəni, bu dostlar arasında təsadüfi incimə, anlaşılmaq deyil. Qəsdən bilirik ki, bu insan qəsdən formada bunu edir. İkinci nüansı uzun müddətli və təkrarlanan, yəni bir dəfədə olan bir hadisə deyil, təkrar qəsdən formada. Üçüncü nüans deyil ki, bunların fərdlər arasında demək ki, güc qeyri-bərabərliyin olmasıdır. Yəni burada həm sosialdır, həm ekonomikdir, həm psixoloji olsun, demək ki, fiziki olsun, bu güc bərabərsizdir. Çünki burada bir məsələ var, həm buller, həm də bullyingə məruz qalan hər iki şəxsə əslində zəiflik var, zəif tərəfləri çoxdur. Çünki biz bunları iki tərəfə işlənilməli olan bir tərəfdir. Çünki biz əsasən düşünürük ki, bullyingdən görməyən ki, bunu edir, onun üstünə düşməliyik. Amma bu tərəfdə var ki, bullyingə məruz qalır. Nə üçün məruz qalır? Nə özünü müdafiə edə bilmir? Nədən qorxur? Hansı əngəlləri var? Və təkcə uşaq tərəfi deyil, ailə mühiti də mütləq şəkildə buradan demək ki, yəni hər zaman konsultasiya çəkdiyimiz tərəfdə ailə tərəfidir. Ailə tərəfi isə burada daxil olmalıdır, yetişdirilmə tərəfidir, valideynlərə eğitimidir mütləq şəkildə. Bəzən biz fikirləşirik ki, bullyingdən, yəni bullerin özü yalnız bu valideynin olaraq hər hansı bir rol götürür valideyn və ailə içərisində hər hansı bir məsələ ola bilər və s. Amma araşdırmalarda görülür ki, tam ailədən də bu növü çıxa bilər aslında. Amma mən yenə də inanıram ki, oradan hər hansısa bir valideyni rol model götürməsə belə, valideynin müəyyən qədər valideyn səfəkarlığı var. Müəyyən bu, demək ki, iş yükümü daha çox olan ailələrdə görsün ki, nə qədər ki, təhsil və eğitim sistemi yüksək olsa da, valideyn səfəkarlığı və s. müəyyən səbəblərdən artıq uşaqlarına müəyyən qədər zaman ayıra bilmirlər və s. və bu istifadəyə çevrilir və ki, bu ona təkan verə bilir. Həqiqətən də acınacaqlı bir durumdur. İndi bizim toxunmaq istədiyimiz başqa bir məsələ var ki, bu məsələlərdən biri də atipik inkişaf göstərən uşaqların cəmiyyətdə bullyingə daha çox məruz qalmasıdır. Çünki bullying bir prosesdir.
bir prosesi təkcə məktəbdə olmur, bağçalarda, demək ki, idman yerlərində, kiçik toplumlarda, oyun yerlərində, yəni hər yerdə iş mühitində bu adım daha gecikdə olan mobillə gedir və s. Yəni hər yerdə insan faktoru olan yerdə mutlaq ki, bu bullying hadisəsi var. Yəni kiçik belə bir cəmiyyətdə atipik inkişaf göstərən uşaqlar ən çox zəif halqa kimi seçilir. Çünki özünü müdafiədə və yaxud da ki, özünü ifadə etmədə çətinlik çəkdiyinə görə. Məktəblər oluşan kimi bu məktəblərdə olur və bəzən də görünməz olur. Çünki müəyyən qədər ifadə edə bilmir, müəyyən qədər vəziyyətdən səbəb-nəticə əlaqəsini qura bilmir, qeyd edə bilmir, siyasətini gedib qeyd edə bilmir və eyni zamanda da bu ifadə bacarıqlarının zəif olmasına baxmayaraq da bəzən valideynlər ailə içində, əslində məktəb içində görünməzdir həmin uşaqlar. Çünki müəllimin bir işi var, dərsi anlatmaq, dərsi keyfiyyətli həyata keçirmək, uşaqların şəxsi olaraq müəyyən məsələlərinə diqqət eləmir və ona görünməz qalırlar. Ümumiyyətlə, Güney xanım, siz bir valideyn olaraq, siz bu kimi davranışları, övladınızı bu kimi davranışları, bullyingə məruz qalma ehtimalını hiss etmisinizmi? Ümumiyyətlə, bu müddətdə etmisinizsə necə davranmışsınız? Yəni, öz təcrübənizdən də eyni zamanda və ya siz öz övladınız olmasın, başqa bir insanlar və s. Çünki siz bir övlad yetişdirmişsiniz və hal-hazırda məktəbdədir və siz sinifdə demək olar ki, digər uşaqları da tanıyırsınız, nə qədər şahidi də olmuşsunuz ki, yəni belə bir hadisə yaşanıb mı uşaqlar arasında? Mən nümunə çəkim. Əfsuslar olsun ki, bizim birinci sinifdə heç də xoşa gəlməyən bir təcrübəmiz yaşandı və bunun yaşanmasının səbəbi, mən təbii ki, burada ad çəkməyəcəm və s. Yaşanmasının səbəbi səriştəsizliyi oldu. Yəni, dərs deyən şəxsin səriştəsizliyi oldu. Dərs deyən şəxs o qədər diaqnoza köklənmişdi ki, hər bir şeyi diaqnozda görürdü, yəni uşağın diaqnozunda görürdü. Biri dərsə hazırlaşmırsa, deməli Məhəmməd özünü, Məhəmməd sinifdə səs salıb ki, ona görə olub. Biri arasında nəsə orada mütləq şəkildə Məhəmməd olub. Məhəmməd səhvən kiməsə gedib toxunubsa ki, normal bir şeydir. Birinci sinif uşağıdır və aktiv uşaqdır və həm də uşaqdırlar bunlar. Mütləq şəkildə orada bir qərəz var. Uşaq etiketlənir. Təbii ki, mən bunun fərqinə varırdım, amma bunu özümdən uzaqlaşdırırdım. Mən istəyirdim ki, mənlə biz o üçbucağı yarada bilək də, valideyn, uşaq və məktəb üçbucağını yarada bilək ki, düzgün şəkildə müdaxilə olunsun, düzgün şəkildə əməkdaşlıq olunsun. Və nə olurdu? Məhəmmədin evdəki davranışları onsuz da qeyri-balanslı idi və bu qeyri-balanslı, hətta aqressivlik günü-gündən artırdı. Mən bunun səbəbini dərslərin ağırlığında görsəm də, sonradan oturub analiz edəndə gördüm ki, əslində o deyildi. Çünki uşağım yay müddətində gecələr yuxudan uyanırdı və deyirdi ki, məktəbə getməyəcəm. Demək olar ki, Məhəmməd yay ayının, 3 ayının, 2 ayında mən məktəbə getməyəcəm qorxusu ilə yaşayır. Bunu mənə düzgün şəkildə kommunikasiyada edə bilmir. Çünki bunu etmə yolunu bacarmır. Orada nə elədim? Müşahidələr aparırdım və müşahidələrimi yadıma salırdım. Təbii ki, mən uşağımın sinifini dəyişdim. Orada bir hadisə oldu. Orada mən gördüm ki, dərs deyən şəxsin də, baxın, heç mən ona müəllim demirəm, dərs deyən şəxsin də yanaşması təhsil müəssisəsinə uyğun deyil. Amma yaxşı tərəfi o idi ki, məktəbin rəhbərliyi, məktəbin psixoloq heyəti ədalətlilikdə ki, düz hansı tərəfdir, səhv hansı tərəfdir və hansı tərəfdir. Nəticədə mən oğlumun sinifini dəyişdim. İkinci sinifdən Məhəmməd başqa sinifdə oxuyur, yaxşı ki, o sinifdə oxuyur. Sonradan o sinifdən başqa-başqa uşaqlar da çıxmağa başladılar. Ya məktəbdən çıxdılar, ya sinifə keçdilər. Diqqətsizlik, yenə də etiketləmə. Çox kiçik bir nümunə gətirəcəm. Bizdə Məhəmməddə böyümə hormonları da belə şeydir, nizamsız idi bir dönəmdə və mən normal şəkildə Məhəmmədlə bağlı müəyyən o məsələləri müəlliməsinə deyirdim ki, bilirsiniz,
belə bir şey var. Ola bilər ki, bu dönəmdə hansısa məsələlərə daha fərqli cür yanaşsın da. Mən bunu normal şəkildə kommunikasiya edirəm ki, bilsin, bir tərəf kimi bilsin. Və mənə verdiyi reaksiya, sinifdə qız uşaqları var. Mən belə qulaq asdım. Dedim, siz nə demək istəyirsiniz? Bu birincisi bu uşaqdır. İkincisi böyümə hormonunun təsiri boyadır. İnsanı boyatır və s. təsir eləyir. Həm müəyyən özünü ifadə etməyə və s. də təsir eləyə bilər, amma sizin dediyiniz nüansların buna aidiyyəti yoxdur. Bir ikincisi də ki, siz ona niyə fokuslanırsınız? Siz necə davranacaqsınız, hansı əməlləri etməliyik, nələrdən çəkinməliyik, necə müdaxilə etməliyik, biz buna diqqət eləməliyik. Onda mən anladım ki, biz tamam fərqli məsələlərdən danışırıq da. Yəni o tərəf deyil, o üçbucağın tərəfi deyil və sonra da təbii ki, məsləhətləşdik, sizinlə də məsləhətləşdik və s. İşin yaxşı tərəfi o idi ki, Məhəmməd məktəbini sevir. Məktəbin özü. Bu deməkdir ki, məktəbin özündə ümumi bir quruluş, sistem yaxşı qoyulur. Amma sinifdə problem var. Sinifdə problem varsa, biz sinifini dəyişdik. Düzgün də qərar verdik. Amma mən artıq ondan sonra daha çox nəyə fikir verirəm? Məsəl üçün, uşaq evə gələndə mən ondan birbaşa təbii ki, soruşanda ki, bu günü necə keçir? Bizim uşaq pozitiv uşaq. Həmişə deyir ki, yaxşı. Xəstə olanda da ondan soruşanda ki, necəsən? Deyir, yaxşıyam. Deyir, yaxşı keçir. Nə xoşuma gəldi bu gün? Nə yaxşı alındı? Nə çətin oldu? Uşaqlarla nə danışdınız? Nə baş verir? Nə yadında qaldı bu gün? Sanki söhbət edirik. Önəmli olan suallardan biri də odur ki, bugün tək oturmuşdu, yoxsa kiminləsə oturmuşdu. Çünki çox vaxtı təklənən uşaq kimi təkləyir? Fərqli olanı təkləyirlər. Kənarda qalmaq istəyəni təkləyirlər. Bəzən olur ki, elə sonradan indiki oxuduğu sinifdə də müəlliməsi Məhəmmədi tək otuzdurub. Onu da mənə deyib. Deyib ki, Məhəmməd biraz davranışlarında emosionaldır, mən onu özümün yanında, özümə yaxın tərəfdə otuzdurmuşam. Ki, biraz tək otursun. Amma sinifə qaynayır, qarışır, suallara cavab verir və s. Ümumi olaraq tək oturur ki, öyrənsin və öyrənmə prosesinə də çox da, belə deyək də, müdaxilə eləməsin. Çünki axı sinifdə bizim məktəblərdə 36, 35, yəni uşaqların sayıdan artıq çox. Burada biz valideynlərin üzərinə düşən olduqca diqqətli olmağımızdır. Uşağın nə dediyinə yox, onun hərəkətlərini dinləyə bilməyimizdir. Çünki uşaq, keçən dəfə mən deyirdim, Məhəmməd oyunlarını qurur və həyatında baş verəni oyunlarına gətirir. Mən onun yanında bəzən olmuram otaqda, amma yan otaqda öz işimi görəndə və s. Mən onu mütəmadi dinləyirəm, mütəmadi müşahidə edirəm ki, nə danışdı, bugün dərsinə, bugün oyununa nə qatdı, hansı sözlərdən istifadə elədi, hansı jestlərdən istifadə elədi və sonra da başlayıram o ilə bağlı nəsə bir sual verməyə, həmin anda yox təbii ki, həmin anda verəndə uşaq cavab vermir də, daha sonra, biraz keçir, bir neçə gün sonra nəsə bir müzakirə salırıq, nədənsə danışırıq və onun reaksiyasına baxmağa başlayıram. Məhəmməd məktəbdə nəsə olanda, daha əvvəl gəlirdi evə və evə gələndə artıq qanqara, keyfsiz olurdu. İştahdan kəsilirdi. Belə də sanki həyatdan uzaqlaşmış bir vəziyyətə düşürdü. Sonradan sinifin dəyişində bütün bunların hamısı yavaş-yavaş bərpa olmağa başladı. Təbii ki, bu o demək deyil ki, uşağa gözün üstə qaşın var deyilməməlidir və yaxud sizin dediyiniz kimi uşaqlar arasında hansısa bir anlaşılmazlıqlar və s. olmayacaq, olacaq. Amma anlaşılmazlıq başqadır. Mütəmadi olaraq nə oldu, kim elədi, Məhəmməd elədi. Məhəmməd oxuya bilmir. Məhəmməd xəstədir. Yəni, belə də xoşa gəlməz sözlər, xoşa gəlməz ifadələr, sonra da orada bir valideynlərdən bir xoşa gəlməz ifadə işləndə mən, valideynlər qrupunda, o mənim üçün artıq stop dediyim bir məsələ oldu və orada mən artıq üzmürdüyümü valideyn kimi, Məhəmmədin valideyni kimi və ümumiyyətlə insan kimi, vətəndaş kimi bildirdim. Və məktəbin də rəhbərliyi düz tərəfdə oldu. Yəni Məhəmmədin tərəfində oldu. Həmin valideyni çağırıb, ona müəyyən belə deyək də,
məsələləri kommunikasiya elədilər, onun düzgün olmadığını vurğuladılar və s. belə. Bu kimi belə deyək də düzəldici hərəkətlər oldu, düzəldici müdaxilələr oldu, amma bu bir yerdə oldu. Bir yerdə oldu. O qədər məsələləri eşidirik ki, hal-hazırda ətrafımızda və s. ki, belə bir hadisə oldu, uşaq barmaqla göstərildi. Belə bir hadisə oldu, uşağı bu cürlə söz deyildi və s. Və yaxud valideyn, müəllimlər bu diaqnozlu uşağa mən necə dərs keçərəm, onu necə qazanaram, yəni necə inklüzivliyi təmin edərəm, uşağın diaqnozu ilə maraqlanırlar. Bu yaxınlarda bir onlayn bir verilişə baxırdım. Ad Universitetinin dekanı Ülviyə Xanım orada deyir ki, müəllimləri diaqnoz maraqlandırmalı deyil də. Onları o maraqlandırmalıdır ki, mən diaqnoz dərs keçəcəm. Yəni onu mən necə qazanacam? İnklüzivlik budur. Biz inklüziv təhsil adlandırırıq özümüzü. Amma baxın, o çox böyük bir məna yatır o sözün altında. Çok güzel. Onu edirikmi? Yəni sual budur. Herkese de çok güzel bir maraqlı çıxışıydı ve Edu Aspekt'in online platforması üzerinden Anne Hanım'ın bir podcast verilişiydi. Hakikaten de çok güzeldi. Ben onu 2 dəfə dinlədim, qulaq asdım. Çünkü düşündüğüm ki, müəyyən bir məqamları itirə bilərəm. Hakikaten çok güzel bir hazırlanmış bir çıxışdı. Hakikaten bu bizim hal-hazırda məktəbdə yaşadığımız problemlerden biridir. Evdə valideynlər sakit, ağıllı, sizə qulaq asmaq məcburiyyətində qalan bir uşaq istəyir. Müəllimlər də eyni zamanda əllərin üzərində durmuş, tərpənməyən demək ki, uşaqlar. Təəssüflər olsun ki, bağça mühitindədir. Bu şəkildədir. Yalnız oturaq uşaqlar, hərəkətsiz oturaq uşaqlar. Yəni bu şəkildə və bu uşaqların zaten hər bir kəssə xarakterində zəif və güclü tərəflər var ki, və bu kimi mühitdə uşaqların zəif tərəfini daha da zəiflədir və gücləndirmək kimi şansları da verir əslində. Və demək ki, hər hansı bir özünü müdafiə edir, özünü ifadə bacarıqlarından da demək ki, yəni qorxu mühiti var əslində. Əllərin üzərindədirsə, parkla arxasında, əgər tərpənməyə bir icazə yoxdursa, orada bir qorxu hükmü var. Orada biz demək ki, sağlam inkişafdan, sağlam psixologiyadan biz danışa bilmərik, təəssüflər olsun ki. Və bu da artıq müəyyən bir məsələlərin yaranması səbəb ola bilir. Ümumiyyətlə, bullying hadisələrində, əgər övladınızın bullyingə məruz qalmaq, yəni bu prosesin içərisində olduğunu görürsünüzsə, məruz qalan qismində, mütləq bir emosional sferasında inişlər çıxışlar olacaq. Mütləq şəkildə ki, məktəbə getmək istəməyəcək və bu təkcə məktəbdə deyil, bayaqları deyəcəm, bağçadadırsa bağçaya, oyun qrupundadır, idmandadır və s. Yəni, o da getmək istəməyəcək, həmən mühitdən uzaqlaşmaq istəyəcək. Ciddi şəkildə diqqət problemləri yaşana bilər, unutqanlıq hadisələri, halları yaşana bilər, motivasiyasının düşməsi, heç bir şey etmək istəməməsi, evə qapanması, insanlardan çəkilməsi, daha çox qidalanma və ən əsası yuxu problemləri olabilir. Məsələn, biz aşağı yaşlı uşaqlarda biz bunu müəyyən bir məsələlərlə görə bilirik. Ona görə də çox demək ki, izləmək lazımdır. Valideynin övladı izləməlidir və bu simptomlar bir dəfə gəlib getmir. Yəni, bir dəfə olmur. Bu simptomlar daimi olaraq təkrar yaşanır. Uşaq bir dəfə deyə bilər ki, mən məktəbə getmək istəmirəm. O zaman biz yenə də nəzərimizdə tutmalıyıq o məsələni. Əgər ikinci, üçüncü hallarda mütləq şəkildə demək ki, o məktəbə getmək istəməyin altında müəyyən bir müəssisələr var. O gedib araşdırılmalıdır mütləq şəkildə. Bir də ki, bu nörlərin özündə də davranışlarında da ciddi şəkildə demək ki, müəyyən bir məsələli məqamlar var və daha çox aqressiv davranışların daha çox olması, manipulyasiya etmə bacarıqlarının daha yüksək olması, biz ona görə də, hətta bu nörlərin arasında sosial bacarıqlar ciddi şəkildə əslində yaxşıdır onların. Yəni, o da bizim nəzərimizdə qalmalıdır. Bəzən manipulyasiya tipi çıxışların daha çox olması, bəzən inandırıcı olmur. Bəzən təhsil məsələlərində inana bilmirlər əslində bu hadisələri. Ona görə də artıq biz uşaq yerində, uşaq mühitində isə görmə sahəmiz bu şəkildə çoxlar olmalıdır, daha yaxşı müsahidə eləməliyik. Ümumiyyətlə, biz müəyyən bir məsələlərə bir yetişkin kimi reaksiya verəndə görmədiyimiz hadisələri biz o haqqıda, o haqqısı deyə bilmək şansımız yoxdur. Biz bütün nüansları bilməliyik. Bir davranışlarından mütləq ki, bir səbəb var. Mütləq bir səbəb var. O səbəblər mütləq şəkildə araşdırılmalıdır. Ümumiyyətlə, Gülün xanım,
Siz bir valideyn olaraq belə bir müstəmə yaşamanda demək öz vaxtınızın demək olar ki, öz ifadə bacarıqlarını, öz müdafiə bacarıqlarını artırıla bilməsi üçün evdə hansı müdaxilələr etdinizsə etmək lazımdır ümumiyyətlə. Mən görəndə ki, belə deyim, mən Məhəmmədə nə tapşırmışam? Mən tapşırmışam ki, sənin xoşuna gəlməyən bir şey sənə qarşı olunanda yenə bunu eləmək olmaz. İkinci, get müəllimə və dinə. Yəni, çünki orada böyük və səndən, yəni uşaqdan məsul olan şəxs müəllimədir və mən istəmirəm ki, səni vururlarsa sən də vur. Çünki onu o şəxsə valideynlər, deyirlər valideynlər, amma sizin dediyiniz kimi niyə deyir? Ona görə ki, bizdə məktəblərdə olsun və ya bağçalarda olsun, o mühit o cürlə formalaşmır ki, orada olan müəllimlər və s. düzgün müdaxiləni etsinlər. Ona görə də valideyn öz uşağını müdafiə eləmək üçün o addım atır. Amma mən Məhəmmədə onu deyə bilmərəm ki, səni vururlarsa sən də vur və yaxud xoşuma gəlmədi. Çünki o hələ qarşısındakının hərəkətlərini tam da düzgün analiz eləyə bilməz. Bir də uşaqdır. Lap heç Məhəmmədin zərqızını qoyuram kənara, bu hələ uşaqdır. İbtidai sinif uşaqdır. Bu hələ tam o səviyyədə analiz eləyə bilməz. Ona görə də nə etməlidir? Deməli, dur, elədiyin hərəkət mənim xoşuma gəlmir. Dediyi söz mənim xoşuma gəlmir. Hətta ilk vaxtlarda deyirdim ki, mənə belə demə. Bu mənim xoşuma gəlmir. Yəni, sadə bir cümlə mənə belə demə. Və yaxud deyirdim, Məhəmmədə belə demək olmaz. Üçüncü şəxsə danışır, amma olsun, ən azından özünü ifadə edir. İkinci hərəkət müəlliməyə deyilir. Yəni ki, bunu inandı və bunu da müəlliməyə də demişdim. Mən artıq ikinci sinif müəlliməsinə demişdim ki, Məhəmmədə xoşuna gəlməyən bir şey olanda onu deyəcək. Amma hazırlıqlı ola bilər sizə də desin. Yəni, hansısa nəsə sözünüz, hansı hərəkətiniz xoşuna gəlməsə, onu sizə deyəcək. Bunu özünüzə qarşı götürməyin də. Çünki indi biz böyük, kiçik və s. Yəni bu cəmiyyətdə formalaşırıq. Bu cəmiyyət, bu sizə qarşı hörmətsizlik deyil. Sadəcə olaraq mənim onu öyrətdiyimdir. Bu müəlliməsi ilə bizim o üçbucağı biz yarada bilirik. Yəni ki, Allah o yaxşı yaranıb. Hətta bu günlərdə o müəlliməsi ilə söhbət eləyəndə Məhəmmədin davranışlarından və s. deyir ki, hər şey qaydasındadır. Sadəcə olaraq mən ondan istədiyim kimi dərsi tələb eləyə bilmirəm hələ. Çünki biraz üstünə gedən kimi görürəm ki, belə də qaş-qabağı çatılır, xoşuna gəlmir. Mən də istəmirəm ki, onda narahatçılıq olsun. Bir dənə onu da tənzimləyə bilsəm, tam üstünə düşəcəm ki, o dərslərində də istədiyimiz nəticəni versin. Yəni, müəlliməsi Məhəmmədin emosional durumuna da fikir verir. Dərsinə də fikir verir. Hər ikisinə də fikir verir. Yəni, bu olmalıdır da. Bu cür davranılmalıdır. Çünki bu təkcə Məhəmmədə də qarşı elə deyil. O sinifdə uşaqlar var, bütün uşaqlara qarşı elə. Çünki mən Məhəmmədi sıraya qoyanda kənardan dayanıb sadəcə olaraq müşahidə edirəm. Həm öz övladıma müşahidə edirəm, həm sırada dayanan uşaqlara müşahidə edirəm. Və görürəm ki, orada da tipik uşaqlar da var, atipik uşaqlar da var. Bunun fərqində olmayan valideynlər və uşaqlar var. Və müəllimənin öz sinifinə, hətta başqa sinifin uşaqlarına yanaşmasını görürəm sıradakı, necə uşaqları sıraya düzür, necə uşaqları içəri aparır. Sevindirir ki, nə yaxşı ki, belə müəllimlərimiz də var. Bu çox yaxşıdır. Ki, nə yaxşı ki, belə müəllimlərimiz var. Amma hamı elə deyil. Hətta bəzən mən elə özəl məktəblərdən ətrafında elə maraqlı belə kommentariyalar eşidirəm ki, uşaq biraz belə oturdu, valideyninə şikayət edir. Uşaq oturmaq məcburiyyətindədirmi? Yox. Uşaq ola bilər ki, hiperaktiv olsun. Amma onun o hiperaktivliyindən görə, ya neyəsə görə dərsimizi biz elə qura bilərik ki, o uşaq da. Və o uşaq çox da savadlı, dünya görüşü geniş olan, 5-ci sinifdə oxumağına baxmayaraq və s. çox belə ağıllı, savadlı, araşdırmaya meyilli uşaqdır. Və mənim narahatlığım odur ki, o qədər ondan sakit oturub tələb eləyəcəklər ki, axırda uşaq ümumiyyətlə oxumaqdan üz döndürəcək. Uşağa görə mən çox narahatlıyam. Amma bunu görəsən təhsil müəssisələri düşünürmü? O biraz sual altındadır. Amma bəzən də oldu ki, Məhəmməd məsəl üçün elə şeylər olurdu ki, nəsə xoşuna gəlmir və yaxud nəsə onu narahat edir.
gəlir evdə deyir, amma onu məktəbdə demirdi. Həmin anda mən Hı ona hı. məsələn dedim ki, baxın belə bir şey olub. Bilmirəm, ola bilər ki, Məhəmməd onu səhv başa düşüb. Ola bilər ki, bu belədir. Sən özünüz bu məsələlərdə nəzarət edin. Bu durmadan danışmaq deməkdir. Yəni insanlar danışaraq anlaşırlar. Durmadan məktəblə, müəlliməsi ilə o danışaraq bütün bu proseslərdən keçirtmək deməkdir övladı. Həqiqətən də ciddi bir məsələlərə toxundunuz. Çünki burada bir məsələ var. Mən öncədə də demişdim, həm bullier, həm də bullyingə məruz olan. İkisindən düşünmək lazımdır, mütləq şəkildə. Həm özünü müdafiə. Biz özünü müdafiə, mən məktəblərdə nəyə görürəm? Valideynlər deyir ki, bəli, mənim övladım, autistik bir övladım var, məruz qalır, fiziki olan, eyni zamanda psixoloji bullyingə məruz qalır və mən idmana getdim. Çünki yəni məktəb əməkdaşlar keçmir, artıq vurana vurmaq lazımdır, mütləq şəkildə. Amma bu doğru deyil, bu nə üçündür? Okey, vurdu, qarşına belə o da vura bilər. Amma qarşıdakı güc o da qeyri-bərabər qalır. Qarşındakı uşağın daha gücü ola bilər. Davranış və dava daha da şiddətlənə bilər. Məsələ daha da böyüyə bilər. Amma biz burada nəyə təklif edirik? Doğru qeyd elədiniz. Yəni, mənə bu davranışla edə bilməzsən, bunu bildirmə, ikinci yaxın, əgər ərazidə, məktəb sahəsindədirsə, ərazidə şikayətə getmək, yəni şikayət edilmə məlumat vermək. Çünki artıq özünü müdafiə edə bilir. Əgər bu vurma davranışları şəklindədirsə, tutub saxlamaq, əllərini tutub saxlamaqdır. Və biz oradakı, demək ki, bu davranış edə bilməzsən, 3 dəfə təkrardır. Əgər buna məhəl qoyulmadığı halda ondansa, sabıqsal səylər var. Ondan sonra özün müdafiə şəklinin fiziki güc göstərilə bilər. Biz əslində uşağa mənimsətmək istədiyimiz bunlardır. Çünki burada nə məqsəd var? Çünki uşaq göstərirlər ki, bu güc burada qeyri-bərabər deyil. Mənim də güclü tərəfim var. Amma bu məsələlərin daha çox sosial bacarıqlarla həllini tapılması daha maraqlıdır, daha maraqlı olmalıdır. Digər bir tərəfdə isə bullerin özündə də, digərini təsəvvür edək. Bir insan nə yaşamalıdır ki, digər insanlara fiziki, psixoloji şiddet eləməklə və ya ki, sosial bullying etməklə və s. onu həzz tapa bilsin. Çünki bizim hər davranışın əslində altında yatan bir həzlər var. Nə həzzi tapır əslində? Çünki özünü güclü olmaq, özünü sübut eləmək, bəzən mühitə aid olmaq, özünü qəhrəman kimi hiss etdirmək istəyinin formu oluşa bilər ki, bu da istəyən mühitə uyğun bir məsələ deyil. Onu həm hər keyfiyyətini azaldan məsələlərdən biridir. Həmin uşaq da mütləq şəkildə demək, terapiyalar almalıdır. Ailəsi də ailə terapiya mütləq şəkildə almalıdır, konsultasiyalardan keçməlidir. Ki, altına yatan səbəblər mütləq. Çünki həyat bu şəkildə irəliləyə bilməz. Biz hər zaman hər kəsin, çünki onun da özünün, çünki bullerin özü də nə zamansa bullyingə məruz olan şəxslərdən biri olur. Mütləq şəkildə. Bu şeyə bənzəyir. Demək ki, pedofillər. Necədir ki, zamanında özü də cinsi təcavüzə məruz qalmış şəxslərdən biridir. Yəni, çox böyük üstünlüyü, yəni böyük bir miqyasla qeyd edə bilərik. Yəni, bu şəkildə və bu məsələləri ciddi şəkildə nəzarət etmək lazımdır və övladımıza hansı informasiya verməliysə də, o da doğru şəkildə gedilməlidir. Bəli, uşaqlar fiziki cəhətdən güclü olanda idmana getirməlidir. Məsələn, biz nəyə nəzərdə, bir vaxtda yaşanmışdıq. Uşaq hazırda idmanlarsa bir idman növü ilə məşğuldur və bağça da deyir ki, yox, o idmandan çıxılmalıdır. Çünki o idman qaydalarını öyrəndiyi halda, o döyüş idmanıdır və hər kəsdən yəni, daha da fiziki şiddət göstərə bilər və s. Digər uşaqlara şiddət göstərə bilər. Əslində deyirəm ki, idmanın özünün bir qaydası var. İdmanın özü qaydalar üzərindən gedir əslində. Harada o davranışlar göstərməsi, çünki limitlər içərisindədir. Uşaqlar ən əsası bu limitləri öyrənir. Qaydalarını hörmət eləməyi öyrənir. Bu idman əslində bu belədir. Məsələn, qaydasız döyüşlə məşğul olanda o demək deyil ki, sağ-sol olan hər kəslə davadalaş edəsən. Onun qaydasız döyüşün belə qaydaları var. O belə deyək də ondan istifadə eləmiyorlar, onu konkret öyrədirlər orada. Və hətta deyil
Konkret bəli. adi davalarda eləmək olmaz. Hətta bunun belə deyək də, necə Hipokrat andı var, onların da özünün necə o söz vermə, razılaşma mərhələləri var. Bəli, bəli. Həqiqətən də ona görə də burada daha çox bu nəyə göstərir? İnsanların bilinçsiz olmasından, məlumatsız olmasından irəli gəlir əslində. Yəni bu ki, məsələn, psixoloji bullyingin görülməsi, verilməsi, adi uşaq davası, adi uşaq oyununun görülməsi, və ya da vuranın vur deməsi, və ya da ki, uşaqların idmandan uzaqlaşdırılması. Məsələn, bunlar müəyyən qədər bizim bilinçsiz olmağımıza irəli gələn məsələlərdən biridir. Həqiqətən də ona görə də biz fiziki uşaqların fiziki olaraq güclü ola bilməsi üçün idmanı daha çox idmana maraqlandırmalı və istiqamətləndirməliyik. Yox, o səbəblə ki, buranı gedib vurmaq deyil, zəif tərəfini gücləndirir, fiziki cəhətdən görüş olaraq. Bu öz nəticəsində göstərir. Bununla bağlı bir neçə kitab var, bunlardan bizə müqəvvadır. Çox gözəl oxuduğum kitablardan biridir. Fiziki olaraq çox arıqcılıq olan bir bize qoyulmuş bir etiket alıdır müqəvva. Yəni bir neçə kitab var əslində. Asılmış burun nəğməsi, burun nəğməsi çox gözəl bu dildən demək ki, içərisinə keçmiş kitablardan biridir. Ümumiyyətlə, Gülay xanım, sizin fikrinizə görə bu dillər müdafiə, yəni bu dilin qarşısını almaq lazımdır. Bəli. Yəni düzdür, tamam biz qarşısını ala bilməli. Bu insan sosial media, insan faktoru varsa biz sıfırdan nəyəsə ala bilmirik. Amma qarşısını almaq üçün bir valideyn, bir cəmiyyət, bir ailə, bir məktəb nə etməlidir? Hansı etaplardan keçməlidir? Nələrə qadir olmalıdır? Biz, məsəl üçün, mən Məhəmmədlə həmişə bu prinsiplə yaşayıram da. Biz hüquqlardan, azadlıqlardan, nə bilim, sosiallıqlardan və s. çox danışan cəmiyyət. Amma bir şey var. Mənim hüququm sizin hüququnuzun başladığı yerdə bitir. Sərhəd var. Yəni, mənim söz azadlığım varsa, bu qarşımdakı şəxsi təqdir eləmək demək deyil. O zaman da onun şərəf və ləyaqətinin qorunması azadlığı ortalığa çıxır. Bir hüquq varsa, digər hüquq onu tənzimləyir. Birinci Məhəmmədi elə formalaşdırıram ki, o özünə və başqalarına hörmət edən bir fərd olsun. Təbii ki, elə bir hal olur ki, Məhəmməd öz dayısı uşaqlarına qarşı və yaxud yanındakı başqa uşaqlara qarşı hansısa xoşa gəlməyən bir hərəkət edir. Və ona sual verirəm. Bunu sənə qarşı eləsələr xoşuma gələr? Yox, xoşuma gəlmir. Onu eləyirsən, düşündürür. Nə olsun ki, artistikdir? Bu düşünmə, bilməmək demək deyil ki, oturur və həmin anda o həqiqətən dayanır. Bilmirəm və deyir, məsəl üçün, özünə bir nəsə bir səbəbi olur da, hansı bir hərəkət eləməyin və o səbəb onun diaqnozu ilə bağlı olan hansı o tetikləyicilərdirsə, katalizatorlardırsa, növbəti dəfələrdə biz onları azaltmağa çalışırıq. Çünki hər şeydə indirmək mümkün deyil ki, həyatdır. Həyatda bu cür katalizatorlar çox olur və biz də bunlara toxuna-toxuna həyatı öyrənirik Məhəmmədlə ki, bu olanda belə reaksiya, deməli, o reaksiyanı bu ilə dəyişmək lazımdır və s. Birinci bunu edirik. İkinci, əgər belə bir şeyə məruz qalsaq, biz uşağı şəxsiyyət kimi formalaşdırmalıyıq. Ona qarşı hansısa bir xoşagəlməz söz deyilməsin, hərəkət edilməsin, özünü müdafiə eləsin və sözünü desin. Amma bunu kobudcasına yox, başqalarına qarşı təhqir edici şəkildə yox. Bizim cəmiyyət tənqidlə təhqiri də səhv salan cəmiyyətlər olsun. Bəzən biz təhqir eləyə bilərik, amma deyərlər ki, o məni təhqir elədi ki, elə deyil. Yəni, düz deyində hələ o Məhəmməd üçün o biraz tezdir, o təhqir, tənqid, anlayışları, amma yavaş-yavaş biz onlara da gedəcəyik. O böyüdükcə o anlayışların izah dairəsi genişlənəcək onun üçün. Cəmiyyət nə etməlidir? Cəmiyyət fərqli olanı barmaqla göstərməkdən. İndi bizim cəmiyyətdə autizmdan çox danışılır. Bəli, autizm nədir? Tamam, bildiyi artıq autizm nədir? Necə davranmalıyıq? Və necə davranmalıyıq? Artıq bu mərhələyə keçmək vaxtıdır. Bu mərhələyə keçəndə biz məktəblərimizdə, digər öyrədici müəssisələrimizdə bunu artıq mənimsəməyə başlayacaqlar. Çox yaxşı inklüziv məktəb, inklüziv sinif, inklüziv, nə bilim, təhsil, əla. Hər bir şey var, vəsaitlər var. Necə tətbiq olunur? Şərait
Bəli. Mühitin formalaşması üçün, bəli, məlumatlı insanlara ehtiyac var. Hər kəsin məlumat verməsinə 36 ehtiyac var. nəfərlik, 37 nəfərlik, 30 nəfərlik sinifdə inklüzivlik təmin oluna bilərmi? Hamısı atipik uşaq Hı yoxdur. hı. Hamısı atipik oluna bilərmi? Yəni Hı hı. baxın bu şeylərin, bunların üzərində düşünmək Nəzər lazımdır. yetirmək, bəli. Bunlar yəni belə müəllim köməkçisi, kölgə müəllim anlayışları var. Onlar nə qədər istifadə olunur? Bütün Hı hı. məktəblərdə varmı? Ona çatımlılıqla bağlı biz valideynlər rahat şəkildə onu edə bilirikmi? Məsəl üçün mən bir neçə dəfə araşdıranda hələ belə savadlıyam, müəyyən məsələləri daha yaxşı araşdırıb çıxarda bilirəm və s. Amma bir çox mərhələlərdən keçməlidir də bu proses ki, Hı hı. diaqnoz qoyulmalıdır, diaqnoz hansı komitə tərəfindən qoyulmalıdır, bu olmalıdır, bu olmalıdır, bu. Bürokratik əngəllər var Hı hı. müəyyən. Bunlar həqiqətən lazımdırmı? Yəni yoxsa belə deyək də, müəllimin, valideynin o razılığı ilə müəyyən dəstəklər məktəblərə edilir. Məktəblər vasitəsilə də uşaqlara edilə bilərmi ki, uşaq oxusun, təhsilini düzgün şəkildə davam elətdirsin. Təbii ki, mən burada məktəbə gedə bilən və ev təhsilində olan uşaqlar, o təhsilə ehtiyacı olan uşaqlar da var. Ev təhsilindən mən hələ danışmıram da, ev təhsilinin o səviyyəsi həqiqətən ev təhsili səviyyəsindədir və ya nədir? Və yaxud məktəbləri bölürlər və məktəblərdə sinifləri bölürlər ki, inklüziv sinifdə çox vaxtı atipik uşaqların hamısını yığıblar ora. Yəni o mühitdə uşaqlar həqiqətən öyrənəcəklərmi? Və mən burada belə Bu geçənki inklüziv o qədər yeterli bilgili deyil. Sadəcə olaraq o reallığı diyə gətirirəm bir tərəf, bir vətəndaş. Və onun da çıxış yoluna əslində bəlkə də məktəbin çıxış yolu yoxdur. Bilirsiniz niyə? Çünki bir dənə mütəxəssisi var və o sinifə ancaq bütün o uşaqları verir. Amma məktəbdə olsa müəllim, müəllimin yanında onu bilən kölgə müəllim, bu anlayışlar hamısı yerinə otursa bizim məktəblərdə, bu proseslər çox da yaxşı gedər. Və məsələn, mən Ülviyə xanımın o yazısına, videosunu mən də bir neçə dəfə izlədim və izləyəndə gördüm ki, siz demə bizim texnikumlar var ki, orada elə siniflər var, orada xüsusi o təhsil verilir. Bu əslində məni ümidləndirir bir vətəndaş kimi ki, nə yaxşı, deməli var. Sadəcə olaraq onların düzgün resurslar var. Amma yerindədirmi sual odur. Düzgün istiqamətləndirmək lazımdır. Baxın, budur. Burada biz daha çox duyarlı olmalıyıq və belə də mənə aid deyil, gözümüzü yumub keçməməliyik. Görürüksə, məsəl üçün mən hansısa uşağın başqa bir uşağa xoşa gəlməz hərəkətini görəndə mən müdaxilə edirəm. Çünki mən birincisi hüquqşünasam, ona görə müdaxilə edirəm. İkincisi mən valideynəm və aktiv vətəndaşım. Müdaxilə edirəm. Müdaxilə eləyəndə tərəf birini kobudcasına müdaxilə eləmirəm. Necə dəstək ola bilərəmdən başlayıb, niyə belə eləyirsən? Çünki dediyiniz kimi bəzən olur ki, bullying edənin özünün böyük dəstəyə ehtiyacı var. Orada diqqət əksikliyi var, özgüvənin aşağı olması elementləri var, bir çox məsələlər var onun altında yatan ki, bəlkə də onu oradan çıxartmaq lazımdır. Maraqlı bir təlim izləyirdim. Orada fərqli cür öyrənmə mühitinin formalaşmasında müəllim deyir ki, onlayn təlim idi. Müəllim deyir ki, biz uşaqlar, şagirdlərə, bu Amerikadadır, öyrədirik ki, bullying edənə qarşı necə dirənc göstərsin. Onu vuraraq yox, ondan qaçaraq yox, onu görməzdən gələrək yox. Onun elədiyi hərəkəti hansı bir zarafatla ona qaytararaq, həmin anda o durur və çaşır. Yəni, bullying edənin məqsədi nədir? Diqqəti cəlb eləsin. Amma qorxu ilə cəlb eləsin və yaxud nə ilə cəlb. Amma zarafat edirsə qarşıdakı adam ona qarşı, o necəsə o qurduğu plandan çəkinir də. Bu plan çünki onun gözlədiyi bir məsələ ilə məqamla qarşılaşmır. Gözləmədiyi bir məqamla qarşılaşır. Əslində çox gözəl bir maraqlı çıxışdır, bəli. Həmin anda mən nəyi xatırladım? Sizin mənə verdiyiniz bir kitab var idi. Super yaxşı günlər kitabı. Bəli. Orada o uşaq
və məktəbdə bir digər oğlan uşağı var idi ki, onlar dava edirdilər və ona dedi ki, bəli, sən məni vura bilərsən və sən məni vursan, mən bu qədər belə də xəsarət görə bilərəm və həmin anda o bullying edən uşaq belə donub qalmışdı. Yəni kitabdan o statları həm də o izləyəndə həmin o kitabdakı cümlələri xatırladım ki, həqiqətən, yəni bu işləyən bir metodikadır. Amma bu metodikalar ibtidai siniflərdə işləmir. Bu metodikalar daha yuxarı siniflərdə işləyir. İbtidai siniflərdə müəllimlərin dəstəyinə daha çox ehtiyacı var ki, müəllim daha çox duyarlı olmalıdır, müəllim daha çox müdaxilə eləməlidir. Və məktəb. Məktəbin psixoloqları, məktəbdəki digər o tərbiyə üzrə mütəxəssislər var, məktəb təlim-tərbiyə üzrə mütəxəssislər var və s. var ki, onların müdaxilələrinə hər zaman ehtiyac var. Həqiqətən doğru vurguladınız ki, həqiqətən. Çünki bu aşağı yaşlı olan uşaqlarda sosial bacarıqlar olsa, özünün müdafiə bacarıqlar yaşla artan bir məsələdir. Yəni o deməkdir ki, 7 yaşlı bir uşağın özünün müdafiə texnikası ilə 15 yaşlı uşağınki eyni deyil. Və yaxud da onların emosional demək ki, və yaxud da ki, empatiya qura bilmə bacarıqlarına söhbət etsin, sosial bacarıqlarına söhbət edə bilsin, səbəb-nəticə əlaqə qura bilmə, yəni tənqid düşüncə olsun, analitik düşüncə, alternativ tapa bilmə. Bu bacarıqlar eyni deyil. Ona görə də aşağı yaşlı olan uşaqlara mütləq şəkildə bizim yetişkin insanların dəstəyinə ehtiyacı var. Ona görə də artıq müəllimlər, müəllim heyəti, məktəbdə və yaxud da bağçada pedaqoji heyətdən söhbət etsə, eyni zamanda valideynlərin özləri də. Yəni burada qərəzsiz aparılmamalıdır. Uşaq mərkəzi yanaşma mütləq şəkildə olmalıdır. Və ən əsası da demək ki, mən düşünürəm ki, insanlar məlumatlandırılmalıdır. Məsələn, autizm əvvəl 20 il bundan əvvəl autizm haqqında çox danışılmırdı. İndi autizm haqqında danışılır. Çünki öyrənildi, müəyyən qədər və sair diaqnostika ilə asan şəkildə qoyula bilir. Mən hətta deyirəm ki, bizim pedaqoqlarımız olsun, baş müəllimlərimiz olsun və s. Hətta uşağı gördüyü halda autizm diaqnozu qoya bilmə kapasitə malikdir. Çünki, yəni icazəsini demirəm, kapasitə malikdir. Çünki çox məlumatlıdırlar. Məlumatlı olması bəzi erkən müdaxiləyə gətirib çıxara bilir əslində. Nə qədər faydası var. Amma indi bizim məlumatlı olma məsələmizdə sizin vurguladığınız kimi mən bu uşaqlardan, bu fərqlərinə, bu demək ki, hansı şəkildə davranmalıyam, hansı mühitlə onlara verimli olan bir şeyləri yarada bilərəm. Məktəb ənənəvi o təhsil sistemində əslində dəyişilməlidir. Müəyyən bir məqamlar dəyişilməlidir. Yetərincə siz vurguladınız bu məsələni. Dəyişilməlidir ki, onlar üçün yararlı ola bilsin. Artıq valideynlərin də, ailələrin də məlumatlı olmasına ehtiyac var ki, bu məsələ təkrarlanmasın. Hətta bullying olsun və ki, bullyingə məruz qalan. Bullyingə məruz qalan uşağın valideynləri təşəkkür edir. Uşağın həm haqlı olduğu deyə, haqsız olduğu məqamlarda da hər zaman şəxsiz sevgisini göstərməlidir. Mühakimədən uzaq tutmalıdır. Çox göstərişlər etməməlidir ki, bunu belə etməsə, belə etməsə, hər zaman davranışında mühakimə etməməlidir. Çünki özgüvəni əksik olan uşaqlar daha çox bullyingə məruz qalır ki, özgüvəni, sağlam özgüvəni formalaşdıra bilməsi üçün şərait yaratmaq lazımdır. Özgüvən demək ki, bu tərbiyəsizliyi, qışqırmaq, bağırmaq və s. deyil. Sahib olduğu bacarıqlı fərqinə varmaq və buna inana bilməsidir. Məsələn, bir fərd ola bilər, bu yetişkin və yaxud da fərqi yoxdur. Bir bacarığa sahib ola bilər, amma o bacarığa sahib olduğundan xəbəri ola bilməz və özünü çox özgüvənsiz hiss edə bilər. Yəni, özgüvən sadəcə malik olduğu bacarığın fərqinə varmasıdır ki, bunu həqiqətən çünki bəzi məqamları biz səhv saldırıq, bu məsələ də buna daxildir. Ona görə də valideynlər artıq uşaqlarının özgüvənini də formalaşdırmaq məcburiyyətindədir. Şərait yaradılması, onlara sosial dəstəyin olması, hüquqlarının, bayaqlarını çox gözəl cümlə dediniz və sərin kənarına yazsın ki, mənim hüququm sizin hüququnuz başladığı yerdə bitir əslində. Bu günlərin çox gözəl eşitdiyim sözlərdən biridir. Onu mən dəyərləndirmək istədim. Təşəkkür edirəm. Mən deməmişəm, mən də onun dediyindən faydalanırım. Bəli. Bu, çünki mən gözəl eşitdim. Həqiqətən çox gözəl bir ifadədir. Ona görə də artıq bu üç, yəni əgər məktəbdə söhbət gedirsə ailədir, valideynlər, məktəbdə artıq vəhdət halında işləməlidir, kompleks müdaxilədə bu şəkildədir. Çünki məsələn bu
sizə qüvvət vermək istəyirəm bir məsələ ilə də bağlı. Çünki bu vəhdətlik nə deməkdir? Məsələn, mən bir mütəxəssis olaraq bir uşaqla işlədiyim halda bir nəticəni əldə etmək istəyirəmsə, mütləq şəkildə o uşaq hansı müddət faydalanır? Ailə müddət faydalanır. Kimlə daha çox zaman keçir? Təbii ki, ailəsi ilə. Ailə ilə vətən əməkdaşlığına girməliyəm. Çünki biz artıq ortaq bir qərar, məlumat paylaşımı olmalıdır, orada bir bazı təməli qurulmalıdır. Daha sonra həmin uşaq harada zaman keçirir? Bu bağçada ola bilər, məktəbdə ola bilər. Mütləq şəkildə biz məktəb və bağçaya da sirayət etmək məcburiyyətindəyik ki, orada nələr gedir və s. Çünki məsələdir, uşağın yaxşı ola bilməsi ki, uşaq mərkəzdədir. Ona görə də bizim bu iki tərəflərdə işləmək məcburiyyətindəyik. Məsələn, bu link ilə bağlı hansısa bir əlavəniz varmı Günel xanım? Bizim bugünkü müzakirəmizə. Bir dənə onu deyə bilərəm ki, o şəxsiyyət, uşağın o öz güvənini daha doğrusu formalaşdırmaqla bağlı. Elə Məhəmmədin müəyyən məsələləri ilə bağlı qeyd edeyim də, bizimki dərslərdə müəyyən zəifliklərimiz var idi. Məhəmmədin də dərsləri oxumaqla bağlı və s. bağlı birinci sinifdə qorxuları var idi. Qorxularının yaranmasının səbəblərindən də biri mən idim. Mənim daha çox tələbkar olmağım idi. Onun o realını deyil də, necə olmalıdır, mən necə görmək istəyirəm, o mənim gözlərim, elə deyək də, mənim gözlərim. Amma bu uşağa heç də yaxşı təsir göstərmədi. Çünki onun öz güvəni aşağı düşdü, öz güvəni aşağı düşdükcə artıq neyi yaxşı edir, özünü müdafiə edə bilmə bacarıqları aşağı düşdü. Hal-hazırda mən Məhəmmədlə hansı mövqedəyim, səhv eləyə bilər. Təbii ki, düzünü öyrədirik, o heç. Amma biz səhvlərimizdən öyrənirik. Eybi yox, səhv elədik, yanlış oldu, bir də oxuyarıq. Bir də öyrənərik, təkrar eləyərik. Mən də səhv eləmişəm. Bu mənim üçün də çətindir. Özüm üçün də çətin olduğunu ona vurğulayanda uşaq daha çox özünə inanır. Və özünə inanan uşaq özünü də müdafiə edə bilir. Özünə inanan uşaq bizə də inanır. Bizə inanandan sonra olan hadisələri olduğu kimi daha rahat bizə gəlib güvən yaratır burada. Bizə gəlib deyə bilir. Çünki uşaq özünə inanmırsa, ona qarşı edilən hərəkətləri mən beləyəm yəqin ki, mənə bunu edirlər. Elə özünə yapışdıra bilər. Amma bu biz tez keçəndə, düzgün yola yönələndə bu daha yaxşı bəhrələrini verir. Bunun üçün də təbii ki, mütəxəssislərin dəstəyinə ehtiyac olur. Yəni, belə mən niyə görə belə yolumdan, getdiyim yoldan daha tez qayıda bildim? Mən özüm də şəxsiyyət kimi böyüdülmüş evdə valideynlərim tərəfindən. 2, sizin yanınıza gəlmişdik. Biz artıq sizinlə ünsiyyətdə idik. Siz özünüz düzgün yönləndirirdiniz. O düşündürücü suallar verirdiniz. Ki, birbaşa demirdiniz təbii ki. Amma o düşündürücü suallar məni düşündürürdü və daha düzgün addım atmağım üçün kömək edirdi. Ona görə mütəxəssislərin dəstəyindən istifadə eləmək hər zaman lazımdır deyə düşünürəm. Bəli, həqiqətən də, yəni biz əslində doğru yol xəritəsi nəticənin yarısıdır. Çünki biz bir yol tuta bilərik və gedə bilərik və biz də ayrıla bilərik ki, biz həqiqətən çox demək yanlış bir yoldayıq. Geri dönmək də o qədər yanlış deyil. Amma burada zaman itkisi haqqında müəyyən qədər də biz bilgi olmalıyıq. Ona görə də doğru yol xəritəni hər zaman axtarmaq lazımdır. Mən kiçik bir məsələni də paylaşmaq istəyirdim. Demək ki, bu mövzumuza tamamilə təmin olan bir məsələdir. Belə bir təlim bir proqramı hazırladım, təqdim etmək. Yəni, əslində, belə bir təlim bir proqramı hazırlamışıq və təqdim etmək istəyərdim ki, az təminatlı, ekonomik cəhətdən və eyni zamanda coğrafi şəraitdən görə aktivlik inkişaf göstərən uşaqlarda, əsasında aktivlik uşaqlara hər zaman ailələr müdaxilə edə bilmirlər. Peşəkar mütəxəssis yanına apara bilmirlər və buna görə də onların mütləq ki, həm özləri nə doğru yol xəritəsində ola bilirlər, nə uşaqları da müəyyən qədər bacarıq əldə edə bilirlər. Və belə bir təlim paketi ilə Evdə Müdaxilə adlı
təlim paketi ilə valideynlər autistik övladlarla müdaxilə edə bilməsi üçün yəni qazana biləcəklər, bacarıq əldə edəcəklər ki, ev şəraitində artıq əldə etdiyi bacarıqlar uzunmüddətli bir alətdir ki, ev şəraitində artıq uşaqlarına necə demək ki, müdaxilə edə bilərlər, necə bacarıq qazandıra bilərlər və bunun davamlı və təkrar formatıdır və bunu artıq bunun ancaq bir sistemli formasıdır. Çünki valideynlər burada bəzən təlaşa da düşə bilərlər ki, mən bunu öyrəndim, demək ki, 7-24 tətbiq etməliyəm. Deyil, biz bu prosesin bütün demək ki, kiçik hissələrinə qədər biz izah edirik əslində. Bu o demək deyil. Bütün məqsədimiz isə heç bir hansı bir valideyni mütəxəssis etmək də deyil. Bu çünki çox yanlış ola bilər. Həqiqətən və bu enerjinin tükənməsinə də səbəb ola bilər. Biz valideynin xidmət etmələrından maksimal demək ki, irəliyə biləcək bütün adımları izah etməklə bu təlim paketində təqdim edirik ki, ümid edirəm ki, yararlı olar. Çox təşəkkür edirəm Günel xanım və sizə. Belə bir müzakirə apardı, belə bir demək ki, paylaşım elədik. Yenə də həmişə olduğu kimi bizim bu video materialdan Instagram və YouTube kanalı üzərindən sabitləməyəcəm. Düzdür, mən düşünürəm ki, bu materiallar zaman keçdikcə daha da çox dəyərlənir. Ümid edirəm ki, insanların diqqəti, öyrənmə istəyi biraz uzanacaq. Çünki biz artıq öyrəşmişik diqqət müddətimizi daha da qısaltmağa. 10 saniyəlik, 15 saniyəlik, 1 dəqiqəlik videolar üzərindən məlumatlı olmaq bu təbii ki, yanlış bir şeydir. Təəssüf ki, biz sizə 3 yoldan bu riskdən necə azad ola bilərsiniz, 5 yolla özgüvənli olması haqqında biz məlumat verə bilməliyik. Və bu çünki qeyri-mümkündür. Bu məlumatlı olmaq da o demək deyil ki, siz məlumatlısınız. Məlumatlı olmaq o deməkdir ki, öyrəndiyinizi həyata keçirə bilmişsiniz. Olmaq yəni bununla addımı atdıqdan sonra keçdikdən sonra olur. Ümid edirəm ki, yəni bu kimi materiallar artıq izləyəni tapacaq. Çünki mən özüm də görürəm, bir sıra platformalar üzərindən hazırlanmış yüksək keyfiyyətli müzakirə mövzuları var ki, hələ də öz, demək ki, necə deyim, dəyərini hələ də görməyib əslində. Mən düşünürəm ki, bu platformanın istifadə eləmə şəklinə görədir. Ümid edirəm ki, bu istiqamətdə müəyyən qədər bizə irəli gedə biləcəyik və insanların əməyi və bilgiliyə doğru müəyyən qədər necəsə arta biləcək. Məndən bu qədər. Çox sağ olun. Mən təşəkkür edirəm. Bu zaman dilimində, məsəl üçün, hansı bir təcrübəmi mən paylaşıram, öyrənirəm, özümə geri dönüb baxıram və xatırladıram özümə ki, bax, belə olmaq lazımdır da. Çünki insanlıq halıdır. İnsan yolundan belə başqa bir yolu meyilli ola bilir. Başqaları üçün də bu o demək deyil ki, %100 buradakılar keçərlidir. Amma bir üfüq açır. Yəni ki, bir istiqamət verir. Araşdırmaq üçün bir yol verir. Məsəl üçün, mən keçən dəfə Ülviyə xanımın çıxışına qulaq asanda bir neçə qeydlər götürmüşəm ki, mən onları özüm üçün araşdırım. Çünki özüm üçün maraqlıdır. Bu da elədir. Mən inanıram ki, bir insana belə bu çıxışlarımız vasitəsilə toxuna biliriksə, o bir insan da başqasına toxuna bilər, o da başqasına toxuna bilər. Bu zəncirvari çox da yaxşı nəticələr verə bilər. Ona görə sizə təşəkkür edirəm ki, bunu təşkil edirsiniz. İnanıram ki, faydalı olar. Çox sağ olun, təşəkkür edirəm Günel xanım. Bu qədər. Gecəniz xeyrə qalsın. Sağ olun. Sağ olun.